Raisa Qarbaçova 20 yanvar hadisəsi zamanı SSRİ rəhbəri Qarbaçova kəskin sözlər deyən Azərbaycan qadınından bəhs edib. Bildiyimizə görə həmin qadın sizin bacınız Sona Həşimova olub. O hadisə necə olub? Maşallah, siz nə qədər gözəl məlumatlısınız. Bəli, bu mənim bacım Qubadda rayon partiya komitəsinin katibi idi. O eyni zamanda da millət vəkili idi. O zaman parlamentinin bir heyət olaraq bu məsələlərdən sonra da Moskvada toplantı olmuşdu. Bəli, mən də oxudum onu, mənə də göndərdilər. Raisa Qarbaçovun rəngi ağappaq oldu demişdi o hadisədən sonra. Hətta əl verməyib. Bəli, bəli. O tədbir arasında Azərbaycandan gələn heyətlə bir mini görüşmə olanda əlini uzatmamışdı ki, mənim millətimin qanı var sizin əlinizdə deyə. Demək ki, ailəcə bu milli duyğular o hadisədə, o da çox qürur duyduğum Azərbaycan mətbuatında da yer almışdı, dönəmin dövrü mətbuatında. O zaman bilirsiniz, bizim o bölgə çox kritik bölgədir, Şərqi Zəngəzur. Elə ona görə hazırda da dövlətimizdə, yöneticilər də hər zaman xüsusilə Şərqi Zəngəzurla ilgili məsələlərin üzərində dərinləməsinə dururlar, xarici mətbuatla görüşmələrdə də. Çünki sərhədlər əslində keçmişdən baxdığımız günümüzə qədər son 100 il o sərhədlər çox dəyişdirilib. Gorus, Siyan, Qafan, ora Qubadlı, işte Zəngilan, Laçın, bu tərəfdən o bölgələr, bu biri tərəfdən Toz, Qazax olan yerdən Dilican, İcivan, onlar, yəni o bölgələr hər zaman sıxıntılı bölgələr olub, hər zaman həssas olmamız gerəkən bölgələr olub. Orada farklı separat fəaliyyətlər də 1-ci Qarabağ savaşında olunmaq istədi. Eynən 2-ci Qarabağ savaşında olduğu kimi ki, xaricdən bəzi güclər, PKK, bəzi güclər ora gətirilmək istəyirdi. O vaxtda Sona xanımın, Sona bacımın və onunla bərabər olanların o qətiyyətli duruşları lazımlı duruşuydu. Bundan da fəxr edirəm.